ki, məsələn, mən avtomobilimi kasko sığortası etdirmiş olsam, icbari sığorta etdirməyə bilərəmmi? Yəni, bu kifayət edəcəkmi, yoxsa yox? Xeyr, kifayət etməyəcək. Bunlar tamamilə fərqli sığorta növləridir və qanunverici yalnız icbari sığorta növü üzrə əmlak öhdəliyin sığortalanmaq yəni məcburiyyətini qeyd edir. Bəli. Qanunda yalnız icbari sığortanın mütləq olması qeyd olunub və olmaması olmadığı halda cərimə olunması nəzərdə tutulub. Könüllü sığorta ondan fərqli olaraq adından da bəlli olduğu üçün bu könüllüdür. Hər bir şəxs sığortalaya da bilər, sığorta etməyə də bilər. Bundan öncə biz verilmiş sualın cavablandırılmasına mən bir hissəsinə toxundum. Yəni icbari sığorta növü üzrə təmizlənmə ilə bağlı. Yəni qısa qeyd edeyim ki, icbari şəxsin özünün törətdiyi qayda pozuntusuna görə, yəni qanun pozuntusuna görə digər şəxsə vurulmuş zərərlə bağlı həmin o vurulmuş zərərin müəyyən bir həddini qarşılayır. Bugünkü gündə 5000 manat məbləğində maksimal həddi. Yəni hətta 5000-dən artıq siz zərər vursanız, artıq hissəsi qalır sizin üzərinizdə. Buna görə icbariyə əlavə öhdəlik, yəni 5000 manatı aşan ödənişlə bağlı əlavə sığorta məhsulları var. O sığortalamaq olar öhdəliyi. O ki qaldı kasko. Kasko könüllü sığorta olaraq yalnız və yalnız şəxsin özünün sığortaladığı əmlaka vurulmuş zərərlə bağlıdır. Yəni həm özününkünün, həm də başqa qarşı tərəfin əmlakını. Yalnız özünün. Yalnız özünün. Öhdəlik icbaridədir. Yalnız özünün. Yəni öz maşınını şəxs sığortalayır və digər şəxslərin ona vurulacaq zərərini sığorta şirkəti qarşılayır. Sığorta şirkəti ödəyir. Bəli. Bu zərəri yalnız üçüncü şəxslər vura bilməz. Şəxsin özü də vura bilər avtomobilin zərəri. Misal üçün, hansı bir qayda pozuntusunu törətdi, təqsirkar oldu və tək başqa maşına zərər dəymir axı. Öz maşınla vurub onu, düzdür? Öz maşınla dəyər. Yəni bu sualın cavabı buradadır. Yəni icbari əgər qanun pozuntusunu törətməsinizsə, üçüncü şəxsə zərər vurmuşsa, yalnız üçüncü şəxsə vurulmuş zərəri qarşılayır. Könüllü sığorta üzrə fərq etməzsiniz, təqsirkarsınız və yaxud da zərər çəkən şəxsiz, sizin sığortalanmış əmlaki, yəni sığorta predmeti olan avtomobilin əgər